Salamlar herkese. Bu videomuzda yeni bir maşınımız var. Uçan Piri. Disco, disco, disco mama, disco, disco, ay mama, disco, disco, disco mama, disco mama, disco, disco, ay mama, ay mama. Alişka Production. Təzə bir proyektimizdir. Uçan Piriora. Bir dənə sizə sağın solundan göstəreyim. Qara disklərlə gətiriblər, qırmızı rənglə. 1.4 motordan gəlib 1.2 motoru yığdırdıq. İçinə də bir dənə yüngül baxaq. İçi də sadə Pirioranın içidir. Əsas məsələ maşınımızda samolyot motoru var. Üstünə bir dənə də qənəzat quraşdırıblar. Bu uçan Pirişdə söhbəti həqiqətən də yəni ki, bu oyunda yəni uğurla düzəldiblər də. Keçək bir dənə buna fetiş testi keçirdək. Bu maşını ümumiyyətlə başına çox pis oynasacam özümün. Sındırıb dağıdacam, vurub qıracam maşını həmin. Getdik. Tamam, bir dənə gazı basırıq. Bir dənə buradan ısınıb, bir dənə də nitro versən. Bulet, oy bulet, hələ buradan motor, hələ buradan motor töküldü özümün. Oy bulet. Boxa döndü özümün maşın. Bir dənə yoxlayam, bir dənə yoxlayam. Davay, sən sağsan, sən sağsan. Ola getdi, sən düz gedin. Oy bulet. Ya Allah. O sırık salın sırık. Dön sağa dön. Allah sağa dön. Ay girdi bir dakika. Oy bile girmedi. Vəhşi ya maşın uça da bilir özüm. Yani bu lada hokka verir değil mi? Ben motoru söndürək görə hara gedib girəcək. Ben 100 litre vereyim. 160, 180, 200. Maşın qalxdı. Maşın qalxdı. Hara gedib düşəyə? Sağa dön. Bir dənə gedib görəm. Bir dənə sür, bir dənə. Buradaki motor çizdi. Maşın düştü. Ay teker değmedi ya. Sağa dön. Ay sağa dön. Yine rayona gidesin. Sen maşın girden ne bileyim olay ekstra icadat edirlər ki, Ruslar burada yəni kəşf edir. Sen dəli bilir. Motor töküldü. Allah'ım maşın böyle başlık yok değil mi? Motora bak motor düşüp sağa, sola, az tərəfsə nə bilim o tərəfə. Bu ne? Ama hələ gedir. Hələ ki gedir. Motorların hələ ki. Oy belə şu anda maşın. Bir partiyaz almış. Böyle maşın patlamadı ama patlasa bomba. Dale. Böyle. Maşından eser alamet var burada ki. Mesela yavaş. Bir tane nitro. Bir tane nitro verirsen burada böyle sürat kalktı mesela. Böyle. Maşın belə ya, böyle Bu ne böyle? Yavaş. Bir sabit oldu. Sabit yavaş. Yaxşıdır ki, məsəl üçün, mənə sıxılır da, boş yolda bilər.
basırsan belə yine bırak düşüyor. Görün bu çada. Böyle səhv yedim ya. Buna böyle kaplama oldu. Taşın üstüne kaplama gibi. Görün bu. Ben bir daha bunu yoklamak istiyorum. Çıkmak istiyorum. Dostlar size bir dənə də belə şey göstərim. Baxın belə ləzzət alın. Yəni altı basıram, qıtırılır. Yəni bu harasını tuttum ki? Ha, burasını tuttum. Üstü basıram, qaldırıram maşını göyə. Buradan bir dənə reski buraxıram. Uy, belə təzim deyil. Alınmadı, bir dənə də yoxlayaq. Maşın elə göydə dağıldı ya. Böyle boşta değmedi yine. Bir tane buna shift'den basırsan yine değmedi ona. Eybi yok. Keçək yenə bir dənə uçuş testimizə görə həqiqətən uça biləcəyik maşına yoxsa yox. Ay bu dağın üstünə çıxa bilsəydim bomba olardı. Nə var çıxmıyor. Mən yapam. Burada obstan maşın daşıyacaq be. Burada raketlərin səviyyəsi var. 6 səviyyəli raket. İndi bir dənə TM-yə baxın. Bir dənə TM-yə bax. Bir dənə TM-yə bax. Bramoy qalxır ha. Uy, belə baş aşağı girəcək yerə üzülmür. Uy, belə havadan pişildi maşın. Maşın havadan büküldü, havadan. O kadar sürətli. Qalx, 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 göyə qalx, göyə qalx. Əlasan, oy, bolet. Oy, bolet, sıçdı. Çox basanda zəvilə çıxıyor. Bomba düzəldiklər ya bunu. Şimdi bir dənə buradan sağa döndərik. Yəni bir sonra seçim. Səbir ol, səbir ol. Ya buna var. Oy, böyle. Titreyiş baş verəcək deyə. Ben qaldırırıq maşını. Hala döndü, niyə dönmür? Ben sağa dönmek istiyorum. Yani Peugeot'da qaltal kimi göydə uçurur. Buna bax ya. Bu ləzzət deyə oturub içində verənsinə bax. Yəni uçan maşını zatlayırlar. Yəni ki, boş söhbətdə ki. Eləsə bunu da lad edirlər. Buna da benzin çatdırmaq olmaz. Cəmaət yerdə benzin deyə qalıb. Göydəki nə tər benzin çatdıracaq. Bir dənə bax, eyni polunu basıram. Havanın sürətindən maşın mostu qaçır. Dostlar, videomuzun sonuna geldik. Eğer kanalıma abone değilseniz abone olun. Yani video hoşunuza geldiyse daha maraqlı videolar çəkib sizin paylaşacağım. Videomu beğenip like eləməyi unutmayın. Eğer imkan varsa dostlarınızla da paylaşın ki bu sayfa biraz qalxsın və yeni bir videolar çəkib sizə daha da maraqlı bir videolar çəkib sizə göstərə bilim. Təşəkkür edirəm. Diğer videolarıma baxmağı unutmayın.